Buradan tək özüm gedərəm. Mən qabaqca gedim. O məni görsə güllə atmayacaq. Tanıyır məni. Qayıt, sağ ol. Görürəm ki, ölümdən qorxmursan. Salam Əlmərdan. Mənim adımı hardan bilirsən? Sənin qardaşını tanıyırdım. O mənə danışmışdı ki, çox sərrast atırsan. Boşa çıxdı. Dayan. Sən Nəriman olmayasan? Buyur. Əlmərdan, mən çox tələsirəm. Səninlə vacib bir məsələ haqqında danışmaq istəyirəm. Buyur. Mən sənin qardaşın Əmraslanla bir yerdə Montaşovun zavodunda işləmişik. Bir yerdə həbsdə olmuşuq. O elin yolunda həlak oldu. Elin. Qulaq as Əlmərdan, sən çox igid adamsan. Ancaq bir dəstə qaçaqla meşədə gizlənmək sənə yaraşarmı? El mənim nəyimə lazımdır ki, qardaşımın düşmənləri diri gəzirlər. Hə, naçalnikləri öldürmək çətin deyil. Bunun üçün onlarca günahsız adam qurban getməlidir. Sən bunu fikirləşmisən? Kəndliləri, yoxsulları ətrafına toplayıb, sən onları düşmənlərin üstünə qaldırmalısan. Demək asandır, o qədər silah yerdən tapacağım. Zakatalıya sürgün edilmiş Rus matrosların içərisində dostlarımız var. Onlar silah verəcəklər. Ruslar bizə silah verəcək? Ay hay! Verərlər. Bunu mən öhdəmə götürürəm. Amma bir şey mənim xoşuma gəlmir Əlmərdan. Nə? Sənin barəndə yaxşı söhbət getmir. Nədir? Sözlü adam oxşayırsan. Bəzən sənin adamların yola çıxıb, gəlib gedənləri soyurlar. Dostlarımın üstündən şər atanın axırı heç yaxşı olmaz, qonaq. Hə? Yaxşı. Bax, bu xalça məni Zakatalıya gətirən faytonçunundur.